Bakı şəhəri Səməd Vurğun 60 ünvanında yerləşən Walmart filialı bir müddətlik fasilədən sonra fəaliyyətini yenidən bərpa edib. Filialın bağlanmasına səbəb icarə müqaviləsinin müddətinin başa çatması olub. Müqavilə ilə bağlı texniki məsələlərin həlli istiqamətində aparılan işlər başa çatdıqdan sonra mağaza yenidən sakinlərin ixtiyarına verilir. Hazırda Walmart Səməd Vurğun 60 ünvanında tam gücü ilə 24 saat fəaliyyət göstərir və gündəlik olaraq alıcıları qəbul edir. Fasilə müddətində mağazanın daxili infrastrukturu yenilənib, məhsul çeşidi genişləndirilib və xidmət keyfiyyəti artırılıb.